deməli, ölkə başçısının heç bir xarici ölkədə mülkü yoxdur. Sadə mülk iddiaları ilə xalq ilə hakimiyyət arasına girməyə çalışırsınız. Heç bir yerdə mülkiyyəti yoxdur bunun. Nə cavab verirlər buna? Teymur bəy, istənilən bir adam xaricdə mülkiyyəti alması normal haldır. Yəni, normal hal belədir ki, yəni o pulların mənbəyini göstərməklə mülk ala bilər. Biz bunu beynəlxalq mətbuatdan oxuyuruq da. Yəni, bizim elə bir imkanımız yoxdur axı. Gedək görə İngiltərədə kimlərin adına mülk var, kimlərin adına ev var. Məsələn, mən bayaq misal çəkdim ki, Azərbaycan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin həyat yoldaşının bu yaxınlarda malik olduğu mülk müsadirə edildi. Biz bunu hardan bilirik? Beynəlxalq mətbuatdan oxuyuruq ki, bunun deməli malik olduğu mülk İngiltərə məhkəməsi tərəfindən müsadirə olunmuş və banka hesablarında olan pullar dondurulmuşdur. İkincisi, Azərbaycanda dərman mafiyasının başında duran Cavanşir Feyziyevin Londonda bir neçə mülkləri var. Dəyəri 100 milyonlarla ölçülən. Biz bunları hardan bilirik? Biz bunları beynəlxalq mətbuatdan oxuyuruq. Beynəlxalq Jurnalist Araşdırma Mərkəzi var. Onun hesabatında, saytında göstərilir ki, Azərbaycanlıların, məmurların hansı mülklərə sahibdir. Təkcə bununla bitmir. Eyni zamanda Teymur bəy, Dubayda da mülk sahibləridirlər, Türkiyədə də mülk sahibləridirlər, ondan sonra Rusiyada da mülk sahibləridirlər, Fransada da mülk sahibləridir. Biz bu məlumatları beynəlxalq mətbuatdan izləyirik. Yəni, beynəlxalq mətbuat da əgərlərim yalan bir məlumat versə, həmin anda beynəlxalq mətbuatı məhkəməyə verib böyük məbləğdə cərimə edərlər. Beynəlxalq mətbuat da, belə deyək, reestr xidmətindən qeydiyyatı göstərir, götürür ki, bu mülklər kimin adınadır? Sonra da məlum olur ki, fərz edək Cavanşir Feyziyevin adınadır, Cahangir Hacıyevin adınadır. Təkcə bunlarla bitmir axı. Azərbaycan oliqarxlarının hamısının xaricdə mülkləri var. Sadəcə olaraq biz onları araşdıra bilmirik. Bəs bu günlərim Azərbaycanda Abzas Medianın, Meydan TV-nin əməkdaşları nə üçün həbsxanadadır? Hamısı bunlar bu işi araşdırmaq üçün. Çünki indi 21-ci əsrdir, internet əsridir. İndi xalqdan, insanlardan heç nə gizlətmək olmur. Həmin ölkənin saytlərinə girib bu mülklərin kimə məxsus olduğunu müəyyən etmək mümkündür. Mən Oqtay bəy icazə verin. Çünki bizim hər bir izləyicimiz bizim üçün əzizdir. Sağ olsun Nuridə Osmanova sualı verir. Belə bir məlumatı yəqin yoxdur. Mən o məlumatın hardan olduğunu deyim. Yəni ən azından bircə yeri deyim. Diqqətlə geçsin, baxsın və digər burada deməli sual verənlər də var. Deməli Aidə Hüseynova var, sonra nə bilmən kimlər var. Mən istəyirəm onlar da bilsinlər ki, bunlar haqqında harda məlumat var. Cahangir Seydara yazır ki, Cahangir Əsgəroğlu Cahangir Hacıyev, düz deyir, onun banki, Milli Bankin sədri. Deməli, dəyərli bu deməli bizə sual verən Nuridə xanım Osmanova. Buyurun, bax, mən sizə efirimizdə göstərirəm, hardan. Deməli, Əliyev ailəsinə bağlı London mülkləri offshore trustları arxasında gizlədilir. Bax, bu yazını görürsünüzmü? Bunu Azadlıq Radiosu yazır. Biz də Azadlıq Radiosundan götürürük. Azadlıq Radiosu da hardan götürür? Azadlıq Radiosu da Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi adlı bir şirkət var. O şirkət OSS, yəni Azərbaycan deyirəm, OCCRP. Bax, burada deməli yazır. Deməli, mən bu düyməni bassam, həmin ora gələcək. Bax, görürsün, bax, burada. Baxın, London mülkləri barədə. Bax, burada kifayət qədər onların deməli, assetlər eləyək bunu. Buyurun. Bax, burada İngilis dilində bu məlumatların hamısı var. Adreslərinə qədər, neçə milyona alınıb, nə vaxt alınıb, bu ailənin İngiltərədə nə qədər mülkləri var. Bunlar haqqında araşdırma mərkəzidir. Bunu araşdırıb və yazıblar. Burada bircə rəqəm səhv olsa, bir söz səhv olsa, bir hərf belə səhv olsa, o zaman nə olar? O zaman İlham Əliyevlər bu şirkəti verər məhkəməyə və milyardlar pul alar bu şirkətdən. Biz də özümüzdən demirik. Yəni, bax, bura istinad edib deyirik ki, İlham Əliyevlərin xaricdə nə qədər mülklər var. Çox sağ olun ki, maraqlanırsınız və siz bilmirsiniz bunu.
və biz də sizin diqqətinizə çatdırırıq. Bax, burada daxil olsanız görürsünüz ki, bax, Azərbaycan əlifbası ilə deyirəm, O, C, C, R, P, O, İngiliscə desə, O, K, K, R, P, bax, bura daxil olun, bu corporation, deməli, O, K, K, R, P.org, İngiliscəsi də var bunun, Ruscası da var, bütün dillərdə var, Türkçəsi də var bunun. Daxil olun, bax, bu mən vərəqlədiyim hamısı onların mülkləri haqqında məlumatlardır. Bax, bu bəzəkli evlər hamısı onlara məxsusdur. Heç biri də burada yalan məlumat deyil. Yəni, bunların hamısı haqqında burada geniş və gözəl məlumatlar var. Ondan sonra Camal Paşayev də bu ailənin yaxınıdır, yaxın adamıdır. Ondan sonra hər kəs haqqında burada məlumatlar var. Görürsünüz, mən vərəqlədikcə siz diqqət edin. Və bir daha mən sizə sualınıza görə təşəkkür edirəm. Və bilin ki, Azərbaycan iqtidar ailəsi bugün İlham Əliyev, onun xanımı, onun qızları, onun oğlu, onun qohumları, Paşayevlər nə qədər burada, bax, vərəqlədikcə gedir, bax, bunlar hamısı onlar haqqında araşdırmadır. Daxil olun, oxuyun, biraz da savadınızı artırın. Mən indi buradan qayıdım yenidən, deməli, Azadlıq Radiosuna ki, bununla bağlı Azadlıq Radiosu bu mənbəyə istinadən deyil. Azadlıq Radiosunda öz dilimizdə, öz doğma dilimizdə və sizin də başa düşəcəyi, bax, bunlar hamısı onlara aiddir. Bax, görürsün, bu şəkildə olanlar hamısı, bu kampaniyalar, bu ofislər, offshore-da nə qədər var, harada nə qədər, hamısı haqqında, bax, bu qızların biri anasıdır, biri balasıdır. Bax, bunlar ana balaya aid mülklər, sonra bax, bu ailəyə aid mülklər, hamısı burada göstərilir. 700 milyonluq, nə bilim mən, neçə 100 milyonluqsa mülklər var. Bax, burada. Diqqətlə baxsanız, hamısını siz özünüz də görəcəksiniz və biz də narahat eləməyə dəyməz ki, hardandır bu məlumatlar, siz də özünüzdən uydurursunuz. Görürsünüz ki, biz özümüzdən heç bir şey uydurmuruq. Bax, Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi və yaxınları Böyük Britaniyada dəyəri 100 milyonlarla dollara dəyərlənən daşınmaz əmlak əldə ediblər. Onların həmin əmlak imperiyası hələ də dururmu? Şəffaflıqla bağlı yeni islahatlara baxmayaraq, ictimaiyyətin bunu bilməsinin elə bir yolu qalmayıb. Çünki offshore fondlara xüsusi yanaşma var. Bu barədə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları layihəsi yazır. Bunu mən sizə təqdim elədim. Buyurun, bax. Ailəyə məxsus 160 milyon dollar 10 əmlakın hazırki sahibləri deməli naməlum qalır. Onlar da bunlar, bu qohumlarındır yəni. Çünki offshore trustın idarə etməsinə verilib. Yəni, buyurun onları deməli verin, kirayə verin, həmən neyinin, amma gərini verin. Bax, görün, burada kifayət qədər oxuya bilərsiniz. Burada əgər səhvlər olarsa, yanlışlar olarsa, doğru olmayan bir məsələ olarsa, bunu da istəyirsiniz bu videonda mən sizə diqqətə çatdırım. Bax, görək. Baxın, burada baxın. Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak Azərbaycan İzləyicilərimizə hər zaman xidmət etməyə hazırıq. Buyurun. Bunu Beynəlxalq Araşdırmacı Jurnalistlər Konsorsiumu tərəfdaşı olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə layihəsi yeni Pandora sənədləri araşdırmasında bildirir. Araşdırmalar göstərir ki, mülklərin sahibini gizlətmək üçün qəliz sxemlərdən, vergi nəzarəti olmayan ölkələrdə yaradılmış şirkətlərdən istifadə olunub. Bu ölkələr offshorlar kimi də tanınır. Əliyevlərin London mülkləri. Sonwood Gardens adlanan ərazidə 2 ev və 57 kvadrat metrlik mənzil, ümumi dəyəri 70,4 milyon dollar. Ovington meydanında 2 bitişik və 1 7 mərtəbəli bina, ümumi dəyəri 55,8 milyon dollar. Knightsbridge'də 3 mənzil və 2 penthouse, ümumi dəyəri 50 milyon 520 min dollar. Hyde Parkda Natiqlər Güşəsinə baxan binadakı mənzil, mənzillərin birinin qiyməti təxminən 10 milyon dollardır. Maddox küçəsində 8 mərtəbəli bina, dəyəri 48,9 milyon dollar. Kenwood küçəsində 9 mərtəbəli bina, dəyəri 56,4 milyon dollar. Əmlak 2018-ci ildə kral ailəsinə satılıb. Cavendish meydanında 6 mərtəbəli bina, dəyəri 13,8 milyon dollar. Loska London Hotel binası, dəyəri 26,2 milyon dollar. O cümlədən otelin yanındakı bina, dəyəri 9,4 milyon dollar. Ailənin sahibləndiyi ən böyük aktivlərə
Holborn Links adı altında 349,3 milyon dollarlıq ticarət obyektləri aiddir. Bu ticarət şəbəkəsinə Siciliya prospekti, Bloomsbury meydanı ərazisi, Southampton Place, Barter küçəsi, High Holborn küçələrindəki binalar, Londonun tarixi Bloomsbury Tavern pubı daxildir. Londonun qədim və bahalı məhəllələrindən biri Kenwood House. Bu imarətin qiyməti azı 25 milyon dollardır. Şəhər kənarı Hayward Hissdə əmlak, dəyəri 6,7 milyon dollar. Azərbaycan Prezident Administrasiyası vəsaitlərin mənbələri haqqında sualları cavabsız qoyub. Hökumət rəsmiləri bu cür araşdırmaları Azərbaycanı istəməyən qara qüvvələrini işə adlandırır. Britaniyanın Beynəlxalq Şəffaflıq Təşkilatı da bir ay əvvəl Britaniyada daşınmaz əmlaklara yatırılan bu vəsaitlərin hamısını şübhəli hesab edib və Britaniyanın Milli Cinayətlər Agentliyini pulların mənbəyini araşdırmağa çağırıb. Bu video CRP açılmamış maliyyə, Britaniyanın Beynəlxalq Şəffaflıq Təşkilatının araşdırmaları, Milli Cinayətlər Agentliyinin apardığı istintaq məlumatlarına istinadla hazırlanıb. Mülklər alış qiyməti və ya araşdırmalar hazırlanarkən təxmini bazar qiyməti ilə götürülüb. İndiki qiymətləri nəzərə alsaq, mülklərin dəyəri daha da artıb. Bəli. Buyurun, gördünüzmü Nuridə Osmanova xanım, siz əslində İlham Əliyevlərə çox böyük xidmət eləmiş oldunuz, yəni o ailə çox böyük xidmət eləmiş oldunuz, biz onların mülkləri haqqında məlumat verdik burada izləyicilərimizə. Bir də onu xatırladaq ki, bu mülklərin hamısı müsadirə olunacaq, hamısı müsadirə olunacaq və bunlar hamısı da olmasa bir hissəsi Azərbaycan xalqına qaytarılacaq. Çünki bununla bağlı hal-hazırda Azərbaycan Xalq Parlamentində də bir komissiya yaradılır. O komissiya bununla bağlı araşdırmalar baş vuracaq və o mülklərin Azərbaycan xalqına qaytarılmasıyla bağlı işlər görməyə çalışacaq. Yəni bu da deyəsiz, çünki cəmi 4 ayda yaradılacaq Xalq Parlamenti və İlham Əliyev hakimiyyətini olduqca ciddi narahat eləyir və bu narahatsızlıq ondan ibarət ki, Azərbaycan Xalq Parlamenti davamlı və sistemli bir iş qoyub ortaya. Bütün o mülklərin araşdırılmasından bağlı komissiyalar, ondan sonra Azərbaycanda Heydər Əliyev zamanından bu zamana qədər törədilmiş siyasi qətllər, xaricdə və deməli Azərbaycan daxilində Ziya Bünyadovdan başlamış, ondan sonra ta bu dövrümüzə qədər Vidadi İskəndərlinin ölümünə qədər hamısı dəyərli Oqtay bəy İskəndərlinin